Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Hər vaxtınız xeyirli olsun əzizlər. Fitir bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Allah Teala bütün ibadətlərinizi ali dərəcədə qəbul eləsin və axirətinizə zəxir eləsin inşallah. Bəzi dostlar, qardaşlar deməli ruzi ilə bağlı olan problemlər həlli üçün, ruzinin genişlənməyi üçün dəsturləməl istəyirdilər. Deməli bu gecə yəni Fitir bayramının gecəsi, Şəvval ayının 1-i, həftənin 1-ci günü ilə üst-üstə düşdüyü üçün yaxşı olar ki, Vaqiə surəsinin xətmini başlasınlar bu gecədən. Olduqca təsirli bir xətimdir. Vaqiə surəsi ümumiyyətlə bilirsiniz, hədislərdə ruzinin genişlənməyi üçün olduqca təsirli bir əməl kimi göstərilibdir. Məsumların hədisində gəlibdir. Və bunun məxsus bir xətmi var. Böyük şəxsiyyətlər çox tövsiyə ediblər, çox mücərrəbdir, çox təcrübə olunmuşdur. Rəhmətlik Ayətullah Cuma Behçət ağa buna çox təkid eləyərdi bu xətmə. Xətm belədir ki, buyururlar Hicri qəməri tarixində olan aylar ki var, məsələn Şəvval ayıdır, Zilqədə ayıdır, Zilhiccə ayıdır. Bunların deməli başlanğıcı ilk günü həftənin 1-ci günü ilə üst-üstə düşsə, əgər üst-üstə düşsə, o zaman yaxşıdır ki, həmən gecədən bu əmələ başlansın. Necə ki, indi olduğu kimi də Fitir bayramı, yəni Şəvval ayının 1-i həftənin 1-ci günü ilə üst-üstə düşüb. Ona görə bu gecədən yaxşı olar ki, bu əməl başlansın. Əməl belədir. Bu gecə, yəni Şəvval ayının 1-ci gecəsi bir dəfə Vaqiə surəsi oxunur. Balaca bir duası da var. Onu inşallah indi qrupda paylaşacağıq. Aşağıda paylaşacağıq səsin altında. İnşallah onu da oxumaq lazımdır. Yaxşı olar ki, oxunmasa da əgər təyin edə təsiri var. Vaqiə surəsinin bu xətminin çox təsiri var. Əgər bir adam oxuya bilməsə, eybi yoxdur. Narahatçılıq yoxdur. Yenə də bu xətmi yerinə yetirə bilər. Deməli, xətm çox sadədir. Bu gecə, Şəvval ayının 1-ci gecəsi bir dəfə oxunur Vaqiə surəsi. Sabah 2-ci gecəsi 2 dəfə oxunur, 3-cü gecəsi 3 dəfə oxunur, 4-cü gecəsi 4 dəfə oxunur, ta 14-cü gecəyə kimi. Hər gecə, o neçənci gündürsə, neçənci gecəsidirsə, həmən miqdarda oxunur. Məsələn, 10-cu gecəsi 10 dəfə oxunur, 12-ci gecəsi 10 dəfə, ta 14-cü gecəyə kimi. 14-cü gecədə 14 dəfə xətm olunur və oxuya bilən də o kiçik dua ki paylaşacaq. O duanı da bu xətmlərdən sonra bir dəfə oxunsun. Lazım deyil hər dəfə məsələn 10-cu gecədə məsələn 10 dəfə ki oxuyur Vaqiə surəsini hər dəfə də oxusun. Yox. Elə 10 dəfə oxudun, 10-cudan sonra bir dəfə o kiçik duanı da oxumaq lazımdır. Əlbəttə bəzi alimlər Səfərəmsəllamə Məclisi həftənin 4-cü günü üçün, yəni bu xətmdə həftənin 4-cü günü əgər düşərsə, onun üçün də bir məxsus duası var. Çalışacağıq onu da paylaşaq. Oxumaq istəyən, oxuya bilən xətmlərdən sonra, yəni həftənin 4-cü günü Vaqiə surəsi neçə dəfə olsa, yəni Şəvval ayının neçənci gecəsi olsa, məsələn 7-ci gecəsi olsa, 8-ci gecəsi olsa, ya 3-cü, 4-cü gecəsi olsa, xətmlərdən sonra o duanı da oxuya bilən oxusun. Oxumayan da eybi yoxdur. Yenə də bu Vaqiə surəsi ruzi üçün olduqca çox təsirlidir. Allah'a əmanət olun. Allah sizləri müvəffəq eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.